Başlaması olaraq ayrıca tapşırıq verir. Niyə düzdür bu? Yox. Hər kəsin özünə uyğun verməliyəm tapşırığı. İstedadlıdırsa biri, onun özünə uyğun. Zəifdirsə, onun özünə uyğun. Ortadırsa, özünə uyğun. Başa düşdünüz? Bu o deməkdir. Burada pozmur artıq müəllim mühiti. İstedadlı şagirdi necə tapşırığını hamıya versin, pozardı. Niyə pozardı? Çünki zəiflər eləyə bilməyəcək. Əgər mən istedadlı şagird üçün olan tapşırığı hamıya versəm, budur əslində bərabər imkan inklüziviyyətin pozulması. Çünki axı zəif olanlar onu işləyə bilməyəcəklər, düzdür? Telefonla işləsən. Özünə uyğun tapşırıq. Yəni müəllim bilir ki, bu şagirdin potensialı budur, potensialına uyğun tapşırıq verir. Zaman onu inkişaf etdirəcək artıq. Sadədən mürəkkəbə doğru. Yəni bizim elədiyimiz səhv nədir? Biz istəyirik ki, uşaq bacarmır bunu, elə o saat çətin verib çətin işləsin. Belə olmamalıdır da. İdrak taksonomiyasında deyir ki, asandan çətinə doğru. Bacarmırsa bunu, onu məcbur eləməkdənsə öz potensialına uyğun tapşırıq verib yavaş-yavaş mürəkkəbləşdirmək olar. Bu zaman inkişaf eləyər əlbəttə ki. Cavabımız nədir burada? C-dir əslində. Niyə sizcə C yanlışdır? Nəyə görə fərqləndirir? Nailiyyətinə görə fərqləndirir, düzdür? Bu o deməkdir ki, yaxşı oxuyanları bir qrupa, zəif oxuyanları bir qrupa yığmaq. Bu artıq nailiyyətinə görə fərqləndirmək deməkdir. İnkluziv mühitdə də belə olmamalıdır. Nailiyyətinə görə fərqləndirilməməlidir.